Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəran-Buradigah Masallı magistralının Lənkəran rayonunun Şağlasər kənd ərazisində qeydə alınıb. Lənkəran rayon sakini Ruslan Ağayev idarə etdiyi Audi markalı avtomobillə hərəkətdə olarkən avtobusdan düşüb yolu qarşı tərəfə keçmək istəyən Lənkəran rayon Xarxatan kənd sakini 49 yaşlı xanım Nəsirovanı vurub. Xanım Nəsirova dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Lənkəran rayonunun Şağlasər kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər qadın cinsli şəxs başının ənsə payının iri həcmli yarası, qapalı kəllə beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Həkimlərin məsləhəti ilə xəsarət alan qadının Bakı şəhərinə xəstəxanaların birinə göndərilməsi qərarı alınıb. Xanım Nəsirova paytaxta gətirilərkən yolda ölüb. Onun meyidi aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.